Ruhin de buradadır ki, Ruhin bilirsiniz, bu gün mütləq Ruhin məsələsini danışırıq, mütləq. İndi elə bilərlər qarşı tərəfçi deyir, yuvatdı. Xeyr, Ruhinə mən söz vermişəm, hətta demişəm, burada qutarsın için get, hansı internet kanalına çıxsan çıx. O əmioğludan tutmuş, məndə gələn bəzi məlumatlar var ki, sənin xanımın Türkiyədə evlənib. Yəni, qoy elə birbaşa deyək. Bu barədə səndən soruşacağım, nə bilirsən, necəsən, necədir durum. O videoları, şəkillərə də bir yerdə baxarıq. Və uşağını tələb etmək haqqındır. Məhəbbət xanımla görüşmüsən, danışmısan, bu ayrı məsələ. Lazım olacaq o rəsmi yoldadır, qaynananın. Rəsmiyyədən o uşaq alınacaq, birinci sığınacağa veriləcək, rəsmiyə elə bilməsinə at oynadacaq. Yaxşı ki, burada kadrlar biz sürü saxlamışıq. Mən çox hörmət elədim burada. Dedim, indi qadındır, gəlib, müraciət edib. Hələ bir, əlimdə o videolar, söhbətlər deyir ki, yox, o montajdır. Sonra dedilər, dərman atım. Dərman atanda məni çox danışdırmasınlar. İçkili olmaq, dərman atmaq demək olay eyni bir şeydir, laf belə deyək. Adam özünü idarə edə bilmir. Necə ol dərman atanda bu rəqs edə bilir? Məsələm deyirəm də, məsələm indi sətri altı. Yəni, bunlar inandırıcı deyil. Demişəm Arzumana, təqdim edəcək. Ekspertizadan Ədalət müəllimə bir daha təşəkkür edirəm. Qoy elə birbaşa deyim. O materialların heç bir montaj deyil. Və hətta belə bir iddia səsləndirirlər ki, güya ki, o hadisələr baş verəndə, o mübahisələr, o davadalaşlar baş verəndə, güya sən pərdənin arxasında olmuşsan. Allah belə də ki, əsas orada material var əldə. Yəni, ayıb deyilən bir şey var və bir ananın tamam başa düşürük qızını müdafiə etməsini. Düşünməlidir. Mən yenə də deyirəm, bu günə kimi danışmadım, amma bu gün danışacağım. Qoy elə bilsinlər. Bu uşağa qarşı nə olub olmayıb. İndi başlayıblar şər atmağa. Əvvəla sizin dediyiniz tip olsa, heç vaxt o balaları ilə bağlı mübarizə apara bilməzdi və üstə kökündən. Yəni, nə var adama şər atmaq? Sən də gətir sübut elə ki, bu adam siz dediyiniz tiplərdəndir, göyə boş verəndir hər şeyi. Bu adam o övladları üçün mübarizə aparır. Bir uşaq yanındadır. Digər uşaq da onun haqqıdır. Dedim, internet kanalları senzura güdmür və o mənə deyən gündən Ruhinə deyirəm ki, yox, çıxma o internet kanalına, eləmə və s. Çünki bulur eləyirlər, onlar hər şeyi təqdim edirlər. Bu həftə sonuna kimi mənim yanımda ol, burada verilişlər. Ondan sonra hara istəyirsən çıxarsan, çünki ondan sonra mən məhkəməni ancaq güdəcəm. Bəli, o qız. Hə? Qız. Qızdır. O qız o ana ilə niyə danışır telefonda? Bax, bu məndə qaranlıq qaldı bu məqam. Yox, axı atıb gedib, necə məni atıb gedən ana ilə mən necə danışa bilərəm? Ana gəldi bura, ana idi da rəsmiyyədə, Ruhinin qaynanası. Dirəşdi mənimlə ki, mənim qızım yanlış hərəkətlər eləməyib. Mən sadəcə vicdanıma çıxışdırıb, onunla oturub bəzi şeylərə baxmadım. Anadır da, təbii ki, övladını müdafiə edəcək.